Cərimələnmək istəmirsinizsə diqqətli olun, çünki sabahdan etibarən bu yoldan keçən sürücülər cərimələnəcəklər. Gündəm xəbərin efirində 14 may tarixidir. Məlumatımız isə belədir. Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, yəni AYNA məlumat yayıb. Məlumatda bildirilir ki, Ümumdünya Şəhər Salma Forumu nəqliyyatı təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib. Belə ki, həmin yerlərdə bunu bildirən 5.9, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-də bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir. Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti, Aeroport şosesi, Abbasqulu Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikail Əliyev və Mikail Müşfiq küçələrini əhatə eləyir. Qanunvericiliyə əsasən bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək və tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri bu müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər deyə AYNA-nın məlumatında qeyd olunub.